Salam aleykum. Təcrübələrin nəticəsi olan ruzi üçün özünüzün edə biləcəyiniz bir şey haqqında məlumat verəcəm sizə. Heç bir zərər olması mümkün deyil. Karması yox, əşdəsi yox, faydadan başqa heç bir şey yox. Çox dəyərli izləyicimiz, bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah bütün sıxıntılarınızı huzura çevirsin. Allah sizi sevsin, sevdirsin, sevindirsin inşallah. Baxın dəyərli izləyicilər, götürsünüz bir dənə dəfnə yarpağın. Diqqətlə baxın. Qələm ya göy ola bilər, ya yaşıl ola bilər. Qara qırmızı olmasın. Deməli, Bismillahirrahmanirrahim. Bura yazırsınız Əl Muğni. Əl Muğ. Muğni. 1337 rəqəmi yazırsınız qarşısından 1337 və aşağıdan yazırsınız Ər-Rəzzaq. Bismillahirrahmanirrahim. Bunu diqqətlə edin, çox çətin bir şey yoxdur burada. İki dənə Z Rəzzaq 657 və bunun arxasına özünüzün adınızı, ana adınızı, ata adınızı, təvəllüdünüzü yazırsınız. Bəli, birinci üzə Əl-Muğni 1337, Ər-Rəzzaq 657 yazdınız və bunun arxasına sadəcə olaraq adınızı, ana adınızı, ata adınızı, təvəllüdünüzü. Və bunu tək özünüz üçün deyil, ailə üzvləriniz üçün eləyə bilərsiniz. Ailədə ən çox kim ruzi dalınca gedirsə, onun üçün eləyirsiniz. Və niyyətinizi Allah sizin ruzinizi artırması üçün eləyin. Baxın, hər kəsin münacatı Allah ilə müxtəlifdir, başqa cürdür. Ya Rabbi, sən bilirsən mən bunu nə üçün elədim. Sən bundan bilirsən, zamanın ötəsində olan hikmət sahibisən. Amma mən yenə də deyim sənə, ey Rabbim, bu Əl-Muğni Ər-Rəzzaq əsması sənin bütün kainata verdiyin ruzidir. Ən böyük pul enerjisidir. Sənin pula ehtiyacın yox, bizim var ya Rabbi. Ehtiyac olmasa yaratmazdın. Bu Əl-Muğni Ər-Rəzzaq əsmasının hörmətinə, əzəmətinə mənim ruzimi, mənim bərəkətimi artır ey Rabbim. Sənin lütfün və rəhmətinlə yardıma dəvət edirəm Allah. Və bunu salırsınız adi bir stəkan içməli suyun içinə, qalır orada. Və həmin o dəfnə yarpağı olan stəkan su ilə içində içməli su cəmi bir dəfə İsmi Əzəm duasını və cəmi bir dəfə qırxaçar duasını oxuyursunuz. Bəli, və 7 gün sadəcə olaraq evdə səliqəli bir yerdə qoyursunuz qalır. Və 7 gündən sonra dəyərli izləyicilər, baxın, qəpikdə ola bilər, kağız, pul, manat və sizin könlünüzdən keçən nədirsə o. Sadəcə olaraq buna üzərinə qoyursunuz və axar bir suya buraxırsınız gedir. Və yaxud da evinizin kənarından 300-400 metr qıraqda torpağı da bastıra bilərsiniz. Ruzinizə dəyən nəfs, nəzər, həsəd varsa, hamısı bu rəhmani ritualla keçib gedəcək. İsmi Əzəm və qırxaçar duasını kimdə yoxdursa, takip atıb videonu bəyənənə biz onu göndərəcəyik sizə. Allah hər kəsdən razı olsun. Allah hər birinizin ruzisin, bərəkətin bol eləsin inşallah. Çox möhtəşəm ritualdır, təcrübədən keçirilmişdir və müsbət nəticə qaçırılmazdır. Və bizdə çox möhtəşəm ruzi kodlaşdırması var. Ətraflı məlumat olmaq istəyirsənsə, ekran videonu bəyən, takip at, buyur, gəl, əlaqə saxla.